Biz zərfliklərin izahına baxdıq. Zərfliklərdən səbəb və məqsəd zərfliklərini saxladıq ki, onları ayrı bir video formasında izah eləyək. Səbəb zərfliyi və məqsəd zərfliyi bizim indiyə kimi morfoloji bölmələrdə belə öyrənmədiyimiz bir sistemdir. Bunlar haqqında danışaq. Deməli, səbəb zərfliyi nədir? İş və hərəkət və əlamətin səbəbini bildirir. Səbəb bildirəcək. Sualları niyə, nə üçün və nədən ötürü, nə səbəbə kimi suallara cavab verir. Deməli, səbəb zərfliyi ifadə vasitələri var. Ha, nələrdir? Təsriflənməyən feillər var. Ondan sonra feili birləşmələr var, ismi birləşmələr var, sual əvəzliyi var, qoşmalı sözlər var, isimlərlə və sifətlərlə ifadə olunmalar var. Bunlar haqqında danışaq. Deməli, təsriflənməyən feillərlə. Deyir ki, xəstə olduğundan məktəbə gəlmədi. Nə etdi? Gəlmədi. Nə səbəbə? Haraya? Məktəbə. Nə səbəbə? Gəlməyib bu insan. Xəstə olduğu üçün. İndi belə bir qısa bir şey deyim sizə. Əgər bax bu ifadəni dıq plus üçün vəziyyətinə və ya dıq plus görürsünüzsə, yəni feili sifət görürsünüzsə, o zaman feili səbəb zərfliyi formasına götürəcəksiniz. Lakin məstər plus, yəni mag plus üçün kimi görürsünüzsə və ya çevirdiyimiz zaman mag plus üçün vəziyyətinə gətirirsə, olacaq məqsəd zərfliyi. İndi gəlin bunu deyir. Xəstə olduğundan məktəbə gəlmədi. Məktəbə gəlməməyinin səbəbi nə idi? Xəstə olmağı. Xəstə olduğu üçün gəlməyib də bu uşaq məktəbə. Deməli olacaq burada nə? Səbəb zərfliyi. Burada da eyni zamanda nə ilə ifadə olunub? Təsriflənməyən feillə, yəni feil sifətlə. İkinci bir versiyaya keçək. Feili birləşmələrlə. Burada artıq o dediyimiz üsul görə işə yarayırmı? Yaramasa belə müxtəlif formaları var da, yəni. O ancaq necə deyim, çox vaxt bizə göstərilən formadır. Feili sifət görəndə feili sifət formasından tapılandım. Sonrasında baxın, deyirik ki, nənəm bunun dəcəlliyini görüb acıqlandı. Nə etdi? Acıqlandı. Kim? Nənəm. İndi burada nə var? Görüb ifadəsinə baxın. Görübdə üb, yəni feili bağlamam var. Burada artıq niyə, nə üçün, nə səbəbə əsəbləşib, bunun dəcəlliyini görüb. Burada hamısı bir yerdə zərflik gedəcək. Yaxşı, razılaşdıq, zərflik götürdük. Bəs yaxşı, səbəb zərfliyi olduğunu necə tapaq? Gəlin çevirməyi sınayaq. Nənəm bunun dəcəlliyini gördüyü üçün acıqlandı. Artıq übü qoyuram qırağa, gördüyü üçün vəziyyətinə gətirirəm. Gördüyü üçün acıqlandı. Yəni acıqlanmağına səbəb bunun dəcəlliyi görməyidir. Deyə bilirəmsə, o zaman gördüyü üçün formasında olur bu nə? Səbəb zərfliyi. İsmi birləşmələrlə ifadə oluna bilər. Səbəb bildirməsi lazımdır bizə. Yəni, qısacası belə deyim sizə. Səbəb zərfliyi bir işin bitmək səbəbini bildirəcək. Amma məqsəd hələ olacağı göstərir. Məqsəd yəni gələcəkdə nəyəsə hazırlaşmaq, bir məqsəd qarşıya qoyulmaqlandır. Səbəb isə olanı bildirir. Mhm. Sonrasında səbəb zərfliyi həm ismi, həm də fiili xəbərə aid ola bilər. İkinci tərəfdə üstündə, yəni birinci tərəf yox, bu ikinci tərəfdə üstündə, ondan sonra sayəsində,
Sonra nəticəsində sonra üzündən, ucundan kimi sözlər olarsa, nümunələrdə səbəb zərfli olur. Məsələn, heç nəyin üstündə dalaşdı. Nə etdi? Dalaşdı. Dalaşmağın səbəbi nə idi? Heç nəyin üstündə. Yəni, üstündə, sayəsində, nəticəsində, üzündə, ucundan sözləri görərsinizsə ikinci tərəfdə olacaq nə? Səbəb zərfliyi. Sonra, indi isə keçək sizlərlə məqsəd zərfliyinə. Məqsəd zərfliyi İş və hərəkətin məqsədini bildirir. Niyə, nədən ötürü, nəyə görə, nə məqsədlə suallarına cavab verir. İstifadə tərkibi deməli nələr olur da? İfadə vasitələri. Məstər və məstər tərkiblərindən ifadə olunur. Sual əvəzliklərindən, ismi birləşmələrindən, üçün ötürü görə qoşmaları ilə işlənəndə. Baxaq, deyirik ki, işləməyə gəlmişik. Nə etmişik? Gəlmişik. Nə üçün? Nə məqsəd? Məqsəd nədir burada? Bax, bir qarşısına məqsəd qoyub. Məqsəd nədir? İşləmək. Deməli, nəyə gəlmişik deyir bu adam? İşləməyə. Nə məqsədlə, nəyə görə gəlmişik? İşləməyə. Olacaq məqsəd zərfliyi. Bayaq da dediyim kimi, Magpilus üçün halına gətirə biliriksə, olacaq burada məqsəd zərfliyi. Və məqsəd zərfliyi gələcəkdə eləyəcəyimizi bildirir. Bu insan hələ işləmir. İşləməyə gəlir. İşləməyə gəlib. İşləmək bunun artıq qarşıdakı hədəfidir. Məqsədinə çatmaq var. İşləmək onun məqsədidir. Məqsədinə çatmağı gözləyir bu insan. Sonrasında sual əvəzliyi ilə, məsələn, siz nə üçün məni izləyirsiniz? Nə üçün sual əvəzliyi ilə istifadə olunub? Olacaq məqsəd zərfliyi. Sonrasında qonaqları qarşılamaq məqsədi ilə həyətə çıxdı. Hamısını bir görüm yaza bilirəmmi? Qonaqları qarşılamaq məqsədi ilə həyətə çıxdı. Nə etdi? Həyətə çıxdı. Nə məqsədlə? Məqsədi nə idi? Qonaqları qarşılamaq məqsədi ilə. Bunu istəyirsiniz Makpilus üçünə çevirir. Qarşılamaq, qonaqları qarşılamaq üçün məqsədi ilə sözünü iş götürürəm. Üçün həyata çıxdı. Dəyişə bildimsə, deməli oldu məqsəd zərfliyib. Sonrasında üçün ötürə dedik. Bunu da zaten bayaqdan üçünü deyirik. Ötürü görə də bunlardan biri. Məqsəd zərfliyi həm ismi, həm feili xəbərə aid ola bilir. İkinci tərəfində uğrunda, niyyət, bayaqsında o sayə sözlər var deyə onun kimidir bu da. Uğrunda bunları qeyd eləyin siz. Uğrunda, niyyət, sonra bəhanə, sonra yolunda, naminə, naminə kimi sözlərlə ifadə olunan nümunələr məqsəd zərfliyi kimi işlənilir. Məqsəd zərfliyi feili bağlama tərkibləri məqsəd zərfliyinin ifadə vasitəsi ola bilməz. Bunu da qeyd edin. Feili bağlama deməli 2 dənə zərfliyin məna növünün ifadə vasitəsi ola bilməz. Bir yer zərfliyinin, bir də məqsəd zərfliyinin ifadə vasitəsi ola bilməz. Deməli, səbəb və məqsəd zərfliyinin fərqlərini sayaq. Hansında nələr var? Buradan bir sxema açaq. Bura yazaq səbəb zərfliyi. Bura yazaq məqsəd zərfliyi. Fərqlərini qeyd edək. Deməli, iş xəbərdəki işdən əvvəl ola bilər. Burada artıq səbəb zərfliyi. İş xəbərdəki işdən əvvəl olur. Artıq keçib gedib, sevinir bundan. Yəni, bayaq dediyim kimi, artıq burada hadisə bitib, keçib qutarıb gedib. Deyirəm ki, imtahandan keçdiyi üçün sevinir. Artıq imtahan keçib, qurtarıb gedib deyə sevinir.
Burada ya keçib gedib yazacağam hadisəni, belə yadda saxlayın. Məqsəd zərfliyində isə iş xəbərdəki işdən sonraya aid olur. Yəni çalışır, keçmək üçün olur. Yəni qarşıdakı məqsəddir. Hələ qarşıdadır yazıram. Məsələn, məqsədiniz nədir? Qarşıda, irəli həyatınızda məqsəd nədir? Məsələn, universitetə daxil olmaq. Artıq qarşı sizin məqsədinizdir. İrəlidəki, qarşınızdakı məqsəd mənasındadır. Sonra da səbəb zərfliyi adətən çıxışlıq halda olur. Məsələn, soyuqdan titrəyirdi. Soyuq olduğu üçün titrəyirdi. Məsələn, soyuqdan titrəyirdi ifadəsini deyirəm. Yazın çıxışlıq haldadır. Çıxışlıq halda olur. Lakin məqsəd zərfliyi əsasən yönlük halda olur. Məsələn, deyirəm ki, oxumağa getmişdi. Yəni oxumaq üçün getmişdi. Oxumağa, hər ikisinə misal yazım qoy. Soyuqdan titrəyirdi. Bir də oxumağa getmişdi. Nə etmişdi? Getmişdi. Nə məqsədlə getmişdi? Oxumaq üçün. Burada artıq mağı da fırlayırsınız maq plus üçünə. Oxumaq üçün. Yadınızdan çıxıbsa belə bilirsiniz ki, maqdan sonra artıq yönlü hal şəkilsi gəlibsə məqsəd zərfliyidir. Soyuqdan titrəyirdi. Titrəməyinə səbəb nə idi? Soyuq olmağı. Soyuq olduğu üçün. Duğu üçün. Deyə bilirəmsə, artıq olur burada da səbəb zərfliyi. Məncə bu hissəni başa düşdünüz. Sonrasına baxaq. Üçüncü olaraq, fe'li sifət tərkiblərindən ifadə olunur. Bu fe'li sifət və fe'li sifət tərkibi ilə, bu isə nə ilə idi? Məstərlə idi. Sonrasında dördüncü olaraq nə səbəbə sualına cavab verir? Bu isə nə məqsədə sualına cavab verir? Məncə elə başda bu ikisini bilsəz və o bayaq dediyim dık plus üçün vəziyyətini və maq plus üçün vəziyyətini, bu bizi testlərdə üzə çıxartmağa olacaq. Deməli, yaxşı, ümumi işdə bu qədər. Hər hansısa bir sualınız olsa, dərslərdə baxarıq.